İtalyan mətbəxinin klassik yeməyi fettuccine alfredo. Tadı çox möhtəşəm, hazırlanması isə çox sadədir. Hazırlanma qaydası: 250 qram toyuq filesini nazik uzun formada doğrayıb, üzərinə duz və süd əlavə etdikdən sonra öncədən bitki yağı ilə isidilmiş tavada hər iki tərəfi yaxşı qızarana dək bişiririk. 250 qram ağ şampiyon göbələkləri videodakı formada doğranır. Tavaya 20 qram kərə yağı əlavə edib doğranmış göbələkləri bişirməyə başlayırıq. Duz və südunu da əlavə edib biraz da qızardırıq. Sonda xırda doğranmış bir diş sarımsaq, 50 qram kərə yağı, 200 ml yağlı qaymaq da əlavə edib qaynamağını gözləyirik. 150 qram rəndələnmiş parmesan pendiri və duz istiyot və qızardılmış toyuq ətlərini də içərisinə əlavə edirik. 10-15 dəqiqə öncədən 2 litr qaynadılmış suda 1 çay qaşığı duz əlavə edərək 250 qram fettuccine makaronlarını bişiririk və makaronları hazırlanan sosun içərisinə əlavə edirik. Həmçinin bişirdiyimiz makaronların suyundan da burada sosda az miqdarda istifadə edəcəyik. Nəhayət bişirdiyinizdə dadına hər kəsin heyran qalacağı yeməyimiz hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın.